alimlərdən bir toplumu tercih ediblər, üstün görüblər ki, həqiqətən Məhərrəm ayı haram ayların içərisində ən fəzilətli aydır. İbn Rəcəb rahimehullah buyurur ki, alimlər ayların içərisində hansının, yəni haram ayların içərisində hansının daha fəzilətli olması məsələsində ixtilaf ediblər. Həsən-ül Basri rahimehullah və ondan başqa bəziləri haram ayların içərisində ən fəzilətlisi olaraq Məhərrəm ayının olduğunu deyiblər və həmçinin də onlardan sonra bəzi gələn alimlər də bu görüşdə olublar. Və yedullu alə hədə, buna da dəlalət edən Nəsəinin sünənində gələn Əbu Zər radiyallahu anhdan gələn hədisdə deyir ki, Səəltun Nəbiyyə sallallahu aleyhi və səlləm əyyül leyli xayrun və əyyül əşhurul əfdal və əyyül əşhuri əfdal. Deyir ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşdum ki, gecələrin hansı daha xeyirlidir və ayların içərisində hansı daha fəzilətlidir? Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, xeyrul leyli cəvfuhu və əfdalul əşhur şəhrullahilləzi təd'unəhu əl-muharram. Deyir ki, gecələrin ən yaxşısı o gecənin içərisidir. Gecənin ən yaxşı vaxtı onun içərisi, yəni orta vaxtıdır. Gecənin zülmət vaxtı, orta vaxtı və ayların içərisində də sizin Məhərrəm olaraq tanıdığınız aydır. Burada Peyğəmbər sallallahu aleyhi və səlləmin Məhərrəm ayının fəzilətli olması başqa hədislərlə cəm olanda aydın olur ki, Məhərrəm ayı fəzilətlidir, yəni haram ayları içərisində. Amma ümumi aylar içərisində isə Ramazan ayı Məhərrəm ayından daha fəzilətlidir.